Artıq yetər, artıq yetər, artıq yetər. Nə üçün biz müstəqil Azərbaycan Respublikası dövləti Rusiyadan bu qədər çəkinirik? Dünən ayın 27-si bizim soydaşlarımıza, vətəndaşlarımıza qarşı hücum edilib kütləvi şəkildə. Onlar döyülüb, günahsız, silahsız vətəndaşlarımız döyülüb. Amma bizim Xarici İşlər Nazirliyimiz yumşaq şəkildə qınayır. Nə üçün sərt ultimatum verilmir? Nə üçün Rusiyaya qarşı sanksiya tətbiq edilmir? Artıq Rusiya həddini aşmışdır. Bir daha deyirəm, Rusiya Federasiyası artıq həddini aşmışdır. Putin artıq başından böyük səhv etmişdir. Və Rusiya mütləq cavab verəcəkdir. Artıq yetər, artıq yetər, artıq yetər.